2010-cu il mayın 26-sından Odlar Yurdunun paytaxtı dünyanın incəsənət festivalları şəhərlərinin sırasına qoşuldu. Bakıda Qız Qalası Beynəlxalq İncəsənət Festivalı başladı. Dünyanın müxtəlif xalqlarını təmsil edən rəssamlar Bakının əsas rəmzlərindən olan qədim Qız Qalasının nümunələri üzərində öz əsərlərini yaratdı. Hər kəs məmləkətindən gətirdiyi adət-ənənə, düşüncə tərzi, dünya görünüşünü bölüşdü. Bəzi iştirakçılar ən çox abidənin kamil sadəliyi, üslubu, təkrarsızlığı, bütövlüyü və möhkəmliyinə, Azərbaycan xalqının dini və milli dözümlülüyünə, dünyaya açıqlığına heyran qaldığını deyir və əsərlərində bu istiqamətə üstünlüyü verməyə çalışır. This is a connect universe. So many artists from all over the world come to Baku for the Maiden Tower project. This is a very famous trademark. Замысел, что Земля соединяется с небом, и огонь вверх. Это как будто то, что внизу, соединяется с тем, что наверху. И будет, что мост между землей и небом. The stairs it's a symbol or signifies my journey to the top of the tower, seeing the beauty of your country, of Baku, the sea and the landscape. You've got a very unique place on this planet. Some of the patterns I'm using this is the Viking ship. So, and that's almost the same as you have in Gudbrandsdal. And also I've been thinking of connection between Azerbaijan and Norway. And we have the Thor Heyerdahl and the cave drawings, but also the oil. Когда я здесь нахожусь, другая энергетика, другое тепло исходит от этого города. У меня друзья гениальные здесь живут, которых я обожаю, люблю. Наверное, и их тепло тоже когда передается мне. Bununla bərabər hər rəssam Qız Qalasının üzərində öz ölkəsinin əsas rəmzlərini, təmsil etdiyi xalqın nailiyyətlərini, onları qala və onun əfsanəsi ilə birləşdirən ümumi məqamları əks etdirir. Məsələn, Şotlandiyalı Ion Baski xalqının dünya elminə və mədəniyyətinə verdiyi töhfələri nümayiş etdirməyə çalışır. Burada Şotlandların kəşf etdiyi penisilinin düsturu, televizor, rəqslər, kaleidoskop əks olunur. Estoniyalı August Kunnapu qalanın əfsanəsində olduğu kimi azadlıq, təbiət və vətəninə bağlı olan ulduzlarla söhbət edən qız şəkli çəkir. Türkiyəli Fatma Neslihan Osmanlı İmperiyasının tarixi, Amerikalı Roxanne Clark milli geyimlərindən bəhs edir. Rusiyalı Nina Shapkina Rus və Azərbaycan xalqlarının dostluğundan danışır. Finlandiyalı Maria Puhakkanın əsərində ölkəsinin rəmzi sayılan qu quşları Xəzər neftinə çalan rəngə boyanmış göldə yuva salıb. It's a one big race, you know. It's a sport. The sport is uniting, especially the horses, because for Azerbaijan the horses were very important in the old days, but for Holland too. Horses brought you good economics. You had the horses. You needed them for the war. You needed them for everything, for transport. Человека мы видим же в первую очередь как лицом. Кажется, что они одинаковые, на самом деле они все разные. Я чувствую, что она для какого-то грандиозного, может быть, события, или я не знаю, что такое создана. I wanted to bring few things from Israel. When I was young, there were lots of oranges around the tree, and now there is none. For me, it's like I turn it into a present, a wrapped present, and it's not clear yet, but it's like ribbons that start to open and reveal the things that's going on inside. And it will look a little bit like a labyrinth, like the street of the old city, or the labyrinth of Baku. And I would like to make a link with drawings of Sufism. Bir-birine mehriban olsun, bir-birini sevsin, kömək eləsin. Başqa mesaj ola bilməz bu dünyada. İstəyirəm bu mövzunu, temanı olsun.
dünya incəsənət ustalarının Azərbaycanla tanışdığından əlavə daha bir məqsəd, hazır əsərləri müxtəlif ölkələrdə nümayiş etdirərək Azərbaycan, onun xalqları, dövləti, mədəniyyəti, incəsənəti, bütün insanlara açıqlığı, qonaqpərvərliyi və gözəlliyini təbliğ etməkdir. Beləliklə, məşhur abidənin səyahətinə hazırlaşın. Qız Qalası Beynəlxalq İncəsənət Festivalı paytaxt sakinlərini bu ildə sevindirdi. İkinci festival 20 ölkədən 25 rəsm ustasını topladı. Hər kəs Azərbaycanın rəmzi olan bu qaladan təəssüratlarını nümayiş etdirdi. Bəziləri qalada öz xəyallarını, bəziləri xatirələrini, bəziləri isə tarixi aşkar etdi. My paint two part. One part and 3 horse, my dream, and another part king, Iranian Sasani, good king, good mind, symbol Iranian mixed to Azerbaijan. Before I came to Azerbaijan, I went north of Iceland to see the whales, so it was still in my mind. When I'm making art like this, I let God giving me this painting, this colors, okay. Петроглифов, наскальные рисунки Габустани, вот тема моя, и сочетание накладывается, то есть древнее, менее древнее и современность. Через современность и через языком мы живем сейчас, уже в данный момент, 21 век. Bu ilki festivalda Bakı sakinləri daha fəal iştirak edirdi. Hər kəs paytaxt qalasının kiçik nümunəsi üzərində öz imzasını qoydu. Birinci tədbirin uğuru əhalini sərgi meydanına toplamışdı. People here really like art, so it's incredible. I mean,
They come and watch and I mean, they want even signature, you know. I mean, in Switzerland, it's not like this. And that's why I ask the people they should write their wishes. Ötən ilki festivaldan fərqli olaraq ikinci incəsənət sərgisi Bakının səmasını çərpələnglərlə bəzədi. Bu ilki festivalda daha bir maket hər şeylə maraqlanan uşaqlar üçün hazırlandı. Festivalın təşkilatçıları Heydər Əliyev Fondu, İçəri Şəhər İdarəsi, Müasir İncəsənət Muzeyi və Qız Qalası Rəsm Qalereyası Rayin Sultanovdan Azərbaycan cazı ilə tədbirə sehirli bir cazibə qatdı. Ancaq həmişə olduğu kimi hər şey xanımlardan başlayır. Qalanın özü kimi rəssamlar da bunu unutmadı. Те девушки, которые идут вокруг этой башни, они медитативно защищают эту башню. По мере того, как они двигаются, волосы окутывают эту башню и защищают ее тысячами нитями волос. Вот для меня невидимый хранитель этого памятника – это девушка. It's Alice, and it's a protagonist of Lewis Carroll. Small tower representing this big tower, and she's watching this small thing. And in her world, things are also getting smaller and bigger. She's very strong. Sometimes I'm meeting girls here, and I tell them to be strong girls. So. Bir tərəfi kişi başlanğıcı, digəri uşaq və ya qadın. Çernogoriyadan gələn Nikola Markoviç işini belə izah edir. İn və yan. Bu uşaq hələ doğulmayıb. Göydən baxanda qala da ona bənzəyir. Odur ki, biz hələ başlanğıcların astanasındayıq.